Dünyanın 90% bunun soyqırımı olduğunu anlayır. Məsələn, özüm, özün. Gəlin Miftah platforması və ya sosial mediada olan mənim öz platformam haqqında danışaq. Ən azından insanlarla paylaşmaq böyük bir məsuliyyətdir. Yaxşı, heç nə edə bilməzsən, amma sadəcə susma. Mən idmançı tərəfindən danışacağam. Məsələn, mən məşhur idmançıyam. Təsəvvür edə bilərsinizmi? Bu haqda paylaşım edəndə müqavilələri, sponsorluqları itirirsiniz. Çoxlu sponsorlar Fələstini dəstəkləyən bəzi idmançılarla işləmək istəmirlər. Hətta dəstəkləmək də yox, sadəcə nəsə deyəndə müqavilələri ləğv edirlər. Düşünürsünüz ki, bu mənim başıma gəlməyib, İslamla baş verməyib, bu bizim başımıza da gəlib. Biz də pul itirmişik. Amma pul insan həyatı ilə müqayisədə heç nədir. Subhanallah. Elə insanlar var ki, itiriblər.